Neden? Neden insanlar bəzən özünə dəyər, qiymət vermədən, bəzən isə təkəbbürlük edərək davranırlar? Bu xurafatmı, tərslik qanunumu, yoxsa bizim lənətimizmi? Bu dünyada bizə gərək olan üslublar, tərzlər kifayət qədər bizə bəlli deyilmi? Bəs onda bu axmaqlıq, bu rəzilət nə? Bəzən isə cəsarətimizlə belə yersiz, yanlış davranışlara bağlanırıq. Nədən? Nədən məlum olan bərbad aqibətlərə yürüyüb özümüzü Allahın hüzurundan məhrum edirik? Hətta sonuçda bütün vasitələri məhv edərək. Nədən? Gözəllik, şövq olan bəşərdə seçimimiz zülüm, haram, haqsızlıq olur. Yetmədimi bu qədər naşükürlük? Şübhəsiz ki, bu müzakirələr binövrədən fəaldır. Sadəcə anlaşılmamazlıq ki, nədən bu günədək bu məsələlər həll olunmur? Günü-gündən yeni zülüm üslubları və kütləvi qətillər. Məncə, əgər qış sərtləşirsə, kəskin şaxta varsa, qışı qınamaq, Allah bilən məsləhətdir lafın ifadə edib məhv olmaqdansa, özünə bir sıxanacaq qurub, düzüb qoşmaq daha da məntiqli və doğru olar. Məgər Allah buyurmayıb ki, mənə qarşı bir addım gəlsəniz, 5 addım gələr. Allahın böyüklüyünə şübhə etməyin. Nəysə. İri nəhəng, yırtıcı əjdahaları məhv edən dünya, təbii ki, xırda, zərər verən həşarətləri, sincabları çox asandır, silər. Sadəcə zaman.